Hər kəsi düşündürən sual. Uzun ömür yaşamağın sirri nədir? 96 yaşlı nənənin bu suala cavabı məni düşünməyə vadar etdi. Əminəm ki, bu videodan sonra siz də çox düşünəcəksiniz. O nənə düzmü deyirdi? Bu dəfə səfərimiz Azərbaycanın uzun ömürlər diyarı Leriş rayonu oldu. Lerişdə yaşayan nənə bu sirri bizə belə açıqladı. Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. Azərbaycanda uzun ömürlülüyün sirri dağ havasıdır. Dünyada vətəndaşlarının uzun ömürlülüyü ilə məşhur olan bir çox ölkə var. Məsələn, Yaponiyanın Okinawa bölgəsi. Bu bölgəni hətta ölümsüzlər yurdu da adlandırırlar. İtaliyanın Campodimele bölgəsi isə əbədilik kəndi kimi tanınır. Burada yaşayan insanların uzun ömürlü olmasının səbəbi Aralıq dənizi pəhrizidir. Uzun ömürlərin yaşadığı bir məkanda var. Söhbət Azərbaycanın cənubunda yerləşən Leriş şəhərindən gedir. Cənubi Qafqaza Lənkəran və Qarabağ daxil olmaqla bir neçə bölgə insanlarının 100 ildən çox yaşaması ilə tanınır. Lerişdə uzun ömürlərin sayı daha çoxdur. Talış dağlarının əhatəsində, dağın buludlarından belə yüksəkdə yerləşən Lerişdə insanlar uzun və sağlam həyatın sirrini tapıb. Onlara yetişmək üçün uzun-uzadı aşırımları aşmaq lazım gəlir. Hələ 1991-ci ildə Lerişdə yaşı 100-dən çox olan 200-dən artıq sakin qeydə alınıb. Həmin vaxt Lerişdə 63 min nəfər yaşayırdı. Lakin o vaxtdan bu yana uzun ömürlərin sayında azalma müşahidə olunur. Yerli sakinlər bunu telekommunikasiya qüllələrinin yaydığı radiasiya və ekologiyanın korlanması ilə əlaqələndirirlər. Bu gün əhalisi 86.585 nəfər olan Lerişdə yaşı 100-ü ötmüş 11 sakin yaşayır. Lerişin ən yaşlı sakini Razi İbrahimovdur. Onun 105 yaşı var. Bu, kifayət qədər yaxşı göstəricidir. Lakin deyilənə görə, bir zamanlar Lerişdə yaşamış Çoban Şirəli Müslümov 168 il ömür sürüb, dünya rekordunu müəyyən edib. Onun digər həmyerlisi Məcid Ağayev 138 il və Mahmud Eyvazov isə 150 il yaşayıb. Şirəli Müslümovun şəxsiyyət vəsiqəsinin artıq saralmış vərəqlərində onun 1805-ci ildə anadan olduğu, 1973-cü ildə vəfat etdiyi yazılıb. Əgər bu doğrudursa, Şirəli Müslümov indiyə qədər yaşamış ən uzun ömürlü insandır. Təəssüf ki, 19-cu əsrin əvvəllərində onun anadan olduğu Barzavu kəndi daxil olmaqla Azərbaycanın bir çox ucqar bölgələrində insanların doğum qeydiyyatı demək olar ki, aparılmayıb. Lakin müxtəlif illərdə ona dünyanın müxtəlif yerlərindən göndərilmiş saysız hesabsız məktublar Şirəli Müslümovun həqiqətən çox uzun yaşadığına şübhə yeri qoymur. Onun yaşı göstəriləndən ən pis halda 20 il az ola bilər. Şirəli Müslümova Vyetnamın kommunist lideri Ho Chi Minh də açıqca göndəribmiş. Orada Şirəli Müslümova Əziz Baba deyə xitab olunur. Görünür uzun ömürlük Müslümovun genindədir. Hər halda onun qızı Həlimə Qəmbərovanın 96 yaşı var. O deyib ki, ola bilsin atam kimi 168 il yaşamayacağam. Amma babam kimi 150, yaxud xalam kimi 130 il yaşayacağıma ümid edirəm. Lerişdə yaşayan uzun ömürlülərin əksəriyyəti havalar soyduqdan sonra Lənkəranın sahil ərazilərinə köçür. Bu bölgədə hava daha mülayim olur. Onların sirlərindən biri də ruhun dincliyidir. Bu insanlar stressdən uzaq olur, həyat haqqında fəlsəfi düşünürlər. Onlar gələcəkdən narahat deyillər, ümumiyyətlə gələcəyi planlaşdırmırlar. Bəziləri düşünür ki, uzun ömürlər ət yemir, amma Lerişdə belə deyil. Onlar kifayət qədər ət yeməyi yeyir. Lakin daha çox təzə süd və süd məhsullarına üstünlük verirlər. Şor, kərə yağı, süd, ayran və s. Deyirlər ki, keçmişdə yaşamış uzun ömürlər ət yeməklərini daha çox maddi vəziyyətləri üzündən yeyə bilmirmiş. Dağlıq bölgələrdə yaşamağın özü uzun ömürlüyün sirlərindən biri ola bilər. İspaniyada yerləşən Navarra Universitetinin 2017-ci ildə keçirdiyi araşdırmaya əsasən, dağlıq bölgədə yaşamaq ürək xəstəliklərinə, insulta və diabetə tutulmaq riskini azaldır. Colorado Denver Universitetinin 2011-ci ildə keçirdiyi araşdırma zamanında məlum olub ki, dağlıq bölgələrdə məskunlaşmış insanlar daha çox yaşayır. 2 otaqdan ibarət Leriş Uzun Ömürlər Muzeyi 1991-ci ildə yaradılıb. 2010-cu ildə o bərpa olunub. Muzeydə uzun ömürlü insanlarla bağlı 2000-dən çox eksponat saxlanılır. Eksponatlarda regionun uzun ömürlü sakinlərinin xatirələri, hekayələri əks olunub. Muzeydə onların həyat boyu istifadə etdikləri əşyalar da nümayiş etdirilir. Əşyalar həmin insanların həyatının ən müxtəlif dövrlərini əks etdirir. Məsələn, bir sakin həyatı boyu 3 növ ütüdən istifadə edib. Muzeydə yaylıqlar, köynəklər, gümüşü dolçalar və kasalar, həmçinin əllə toxunmuş gözəl corablar, xalça ilə dolu sandıqlar da var.
Əşyalar kifayət qədər təzə qalıb. Muzeyin ən füsunkar xüsusiyyəti isə güman ki, uzun ömür yaşamış şəxslərin fotolarıdır. Muzeyin divarlarını bu fotolar bəzəyir. Muzey və Azərbaycanın rəsmi statistikası uzun ömürlərin sayını asanlıqla ortaya qoyur. Siyahıya 90 yaşdan yuxarı insanlar düşür. Heç elə bir kənd görmüsünüz ki, evinin divarına belə yazılsın: Ey qonaq, buradan keçərsən evə dönməyib getsən Allah səndən bilsin. Yox, əgər məndən narazı getsən Allah məndən bilsin. Burada qonaq Tanrı qonağıdır. Kənd sakinləri qonağını razı salmasa, günahı öz üzərinə götürəcək qədər qonaqpərvərdirlər. Yerin Qulağı kanalı dağların qoynunda yerləşən, qonağın sadəcə qonaq deyil, Tanrı qonağı olduğu kəndlə bağlı məlumatları təqdim edir. Azərbaycanın səssiz, lakin sehirli güşələrindən biri var ki, orada qonaq sadəcə qonaq deyil, Tanrı qonağıdır. Söhbət Naxçıvanın Ordubad rayonunda yerləşən Nəsirvaz kəndindən gedir. Bura Ordubad rayonunun Nəsirvaz kəndidir. Dağların qoynunda yerləşən, səmimiyyət və insanlıqla dolu bir yerdir. Bu kənddə çox maraqlı və düşündürücü bir ənənə var. Kəndin evlərindən birində belə bir yazı yer alır: Ey qonaq, buradan keçərsən evə dönməyib getsən Allah səndən bilsin. Yox, əgər məndən narazı getsən Allah məndən bilsin. Bu sözlər kəndin insanlarına qonağa qarşı nə qədər məsuliyyətlə yanaşdıqlarını göstərir. Onlar üçün qonağın könlü xoş getməzsə, günah özlərindədir. Bu cümlə bir növ kəndin manifestidir. Burada yaşayanlar üçün qonaqpərvərlik yalnız bir adət deyil, inancdır, həyat tərzidir. Nəsirvaz kəndi təbiətin qoynunda, dörd bir tərəfdən dağlarla əhatə olunmuş bir məkandır. Burada hava, saf su, buz kimi soyuq və təmiz, səma isə sonsuz bir mavi üfüqdür. Yaz-yay aylarında bu kənd yaşıl bir cənnəti xatırladır. Payızda isə qızılı yarpaqların rəqsi ilə heyran edir. Kəndin adı ilə bağlı da maraqlı rəvayətlər var. Deyilənə görə, görkəmli Azərbaycan alimi Nəsrəddin Tusi bu ərazidə yaşamış və kəndin adı onunla bağlıdır. Bu isə Nəsirvazın yalnız qonaqpərvərliklə deyil, həm də elmi irsili bağlılığını göstərir. Nəsirvaz Naxçıvanın qədim mədəniyyət ocaqlarından biri olub. Kənddə 5-ci əsrə aid Alban kilsəsi mövcuddur. Kəndin yaxınlığında qayaüstü rəsmlər təsvir olunub. Nəbi yurdu adlanan ərazidə isə qayaüstü təsvirlərlə yanaşı tunc və dəmir dövrlərinə aid maddi mədəniyyət qalıqları və orta əsrlərə aid nümunələr var. Əhalisi təqribən 200 nəfərdir. Burada yaşayan insanlar sadə, təvazökar və zəhmətkeşdir. Əsasən təsərrüfatla məşğul olurlar. Bağçılıq, arıçılıq, maldarlıq kənd təsərrüfatının ayrılmaz hissəsidir. Amma bütün bu işlərin arasında bir şey heç vaxt unudulmur: qonağa xidmət. Evə gələn istənilən insan yerli və ya yad birbaşa süfrəyə dəvət olunur. Əvvəl çay süzülür, sonra kəndin öz məhsullarından hazırlanan yeməklər gətirilir. Kənddə xüsusi bayram günləri, toylar və digər mərasimlər də çox səmimi və bircə keçirilir. Hər kəs bir-birinin yanında, bir-birinin yükünü bölüşmək üçün var. Hələ yay axşamlarında samavar ətrafında aparılan söhbətləri eşitsəydiniz, elə bilərdiniz ki, zaman dayanıb, dünya biraz daha xoşdur. Əgər siz də bir gün yolunuzu Naxçıvana salsanız, mütləq Ordubad rayonuna, oradan da Nəsirvaz kəndinə baş kəsin. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və rəy yazmağı unutmayın.